AFFAdan kəskin qərarlar görmək istəyənlər öz arzularına çatdılar. Sabahın məşqçisi Qarabağla oyunda qeyri-etik jest göstərdiyinə görə 7 oyun cəzalandırıldı. Klub isə 15.000 manat cərimə ödəyəcək. Qarabağ məşqçiləri Müşfiq Hüseynov və Zaur Tağzadə kütləvi davaya girişdiklərinə görə hər biri 6 oyun buraxacaq və klub 12.000 manat cərimə edildi. Bununla yanaşı Neftçi klubunun azarkeşləri Turan Tovuzla oyunda pankart açmışdılar və bu pankart AFFA'nın İntizam Komitəsinin xoşuna gəlmədi. Onlar hesab elədilər ki, burada təhqir edici sözlər var və ona görə klub 15.000 manat cərimə edildi. Yəni necə deyərlər, keçən həftə çox adam gözləyirdi ki, AFFA niyə sustu, öz fikrini bildirmədi. Qarabağ sabah oyunda dava düşə bilərdi. Qeyri-etik jestə görə AFFA'nın nümayəndələri bir daha iclas elədilər. Bir daha o kadrlara baxandan sonra necə deyərlər 27 minlik manat civarında belə deyim cərimə kəsdilər hər iki kluba, Qarabağa və Sabaha. İndi mənə elə gəlir ki, bu söhbət bağlandı və bundan sonra artıq hamı Qarabağla Sabahın kubok və çempionatda oyunları haqqında danışacaq. Artıq o söhbət bağlıdır.